Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizə köməkçi nitq hissələrinin gerinə qalan hissəsi olan ədat və modal söz və nidanın izahını verəcəm. Elə qeydləri də testlərin üzərində nəzərinizə çatdırıram. Nə deyir ədatda? Əmr ədatı işlənmiş cümlənin müəyyən. Ümumiyyətlə ədat nədir? Sözləri və cümlələri qüvvətləndirmə funksiyasını daşıyır. Özünə məxsus bir neçə məna növü var. Qüvvətləndirici var. Sonra arzu ədatı var, əmr ədatı var, məhdudlaşdırıcı var, dəqiqləşdirici var, inkar, təsdiq ədatı var, sual ədatı var və s. Əmr ədatı işlənən cümləni müəyyənləşdirir. Əmr ədatı nədir? İçərisində cümlədə məzmununda əmr, xahiş, arzu, istək bilinən cümlələr olur. Məsələn, axı mənim heç nədən xəbərim yoxdur. Var ədat, amma sual ədatı yoxdur. Kaş səninlə gələydim arzu ədatıdır. Bu barədə heç kəsə bir söz demə ha, elə əmr ədatı bax budur. Demə feilin əmr şəkli, demə ha, əmr ədatıdır. Oldu nə? C variantı. Hansı cümlədə ədat yazılışında səhvə yol verilmişdir? Ədatın yazılışında səhvə yol verilmişdir. Deyir ki, bunu sən Arifə mi tapşırırsan? Mi sual ədatıdır və bitişik yazılır. Doğrudur. Bax, evə çatana dək uşağın əlini buraxma. Evə çatana dək. Evə çatana kimi, bu burada qoşmadır. Yazsana, nə gözləyirsən, bu da doğrudur. Burada heç bir səhvlik yoxdur. Bura bax, sən də mi bununla razı deyilsən? Sən də mi bununla razı deyilsən? Bu olmalıydı belə. Sən də mi bununla razı deyilsən? Yerinə görə bu bitişik yazılır, yerinə görə də ayrı yazılır. Hal-hazırdır ki, situasiyaya görə bura bax. Sən də mi bununla razı deyilsən? İntonasiyaya görə bunlar bir-birindən ayrı yazılmalıdır. Oldu D variantı. Baxırıq 3. Cümlələrin birində düz sözü ədat kimi işlənmişdir. Əvvəl test izahlarında da vermişdim. Elə yeni izahın nəzərinizə çatdırın. Düz sözü 5 nitq hissəsini əhatə eləyir. Onlardan biri ədatdır. Bu düz əlvan çiçəklər və qıpqırmızı lalələrlə örtülmüşdür. Bu düz hara isimdir. Süsən görüşə düz vaxtında gəldi. Elə doğru variantımız oldu. Nə? B variantı. C variantında isə gördüyünüz düz yol Goranboydan keçir, Gəncəyə gedir. Hansı yol? Düz yol sifətdir. Balaca Səid bütün sözləri düz yazmışdı. Zərfdir, nə tərzdə feilə aiddir. İsti çörəkləri süfrənin üstünə düz qoy, soysun. Nə et? Düz burada feildir. 4. Cümlələrin birində 3 ədat işlənmişdir. Məgər sən elə danışmadın ki, məgər sual ədatıdır. Bir də 2 sual ədatıdır. Burada 2 var. 2 dənə ədat var. Gəlsənə tətildə bir Şamaxıya da gedək. Deməli, gəlsənə əmr ədatıdır. Sonra bir Şamaxıya gedək. Bu da ədatdır. Burada 2 dənə köməkçi nitq hissəsi var. Yəni ədat. Bu isə bağlayıcıdır. Bəli, artıq uşağı da özünlə apara bilərsən. Burada bəli, təsdiq və inkar bildirən ədat var. Elə bax, yer gəlmişkən qoyunda qeyd edim. Ümumiyyətlə, ədatlardan sonra vergül qoyulmaz, amma təsdiq və inkar ədatları var. Bəli, xeyir, yox. Bunlardan sonra vergül qoyular. Bəli, artıq uşağı da özünlə apara bilərsən. Artıq da ədatdır. Da burada bağlayıcıdır, özünlə, bu da qoşmadır, burada yoxdur, 2 dənədir. Olduqca gözəl bir rəsm əsərinə görə mükafat aldı. Olduqca qüvvətləndirici ədatdır. Bir rəsm əsərinə görə, olduqca gözəl bir rəsm əsərinə görə qoşmadır. Y variantına baxırıq. Elə ancaq buna görəmi incimişdim? Elə ancaq məhdudlaşdırıcı ədat, mi sual ədatı, elə bir də elə. Oldu nə? Y variantı. Sonra cümlələrin birində 3 dənə ədat işlənmişdir. Baxırıq, hər şeyi lap açıq yazmasalar ki. Burada bir dənə ədat var. 1, yazmasalar ki, bu da bir dənə ədatdır. 2 dənə ədat var burada. Sonra bax elə, mən də onu demək istəyirdim də. Bax, əmr ədatıdır. Elə
bir ədatdır. D bağlayıcıdır. Onu demək istəyirdim. Dana, dənə, dabə. Bu da oldu nə? Ədat. B variantı. 3 ədat var, bir dənə bağlayıcı. Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Məşədi Haşim düz yarım saat danışdım. Əmr ədatı. Əmr ədatı neymiş? Ədatdır. Bir ay tamam oldu. Düz bir ay, bir gün. Burada da ədatdır. Qoy təbiət baharı qarşılasın. Əmr ədatıdır. Belə uşaqlar ancaq fərdi şəkildə hazırlaşmağı xoşlayırlar. Yalnız fərdi şəkildə danışmağı öz sinonim yoldaşı ilə əvəzləşdirdim ki, bu bağlayıcı deyil, ədatdır. Gördüm, ancaq tanıya bilmədim. Baxın, bir burada ancaq var, bir də burada ancaq var. Bunları bir-birinə necə ayıra bilərsiniz? Bağlayıcı olanda özündən əvvəl vergül qoyulur, həm də vergül qoyulur. Bunu belə tapa bilərsiniz. Bir də ədat olanda necə fərqləndirə bilərsiniz? Özünün sinonim yoldaşı ilə, yalnız sözü ilə fərqləndirə bilərsiniz. Gördüm, belə uşaqlar yalnız fərdi şəkildə hazırlaşmağı xoşlayırlar. Elə bu ədatdır, bu isə bağlayıcı oldu, Y variantı. Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Nizamiyə bax, Füzuliyə bax. Burada fiil. Qoy var olsun elin varı. Əmr ədatıdır. Necə gözəl havadır, qüvvətləndirici ədatdır. Qoy gəlsin, əylənib gülüşək biraz. Əmr ədatıdır. Ah, necə keyf çəkməli əyyam idi. Onda ki, övladi, vətən, xam idi. Deməli, necə qüvvətlendirici ədatdır. Bu da 2 ədatdır. Oldu A variantı. Altından xətt çəkilmiş sözlərdən biri ədatdır. Nərman da bu məsələdən xəbərdardır. Da ədatla amonimliyi var, həm də bağlayıcı ilə amonimliyi var. Əgər əvvəlki o bağlayıcını izah eləyəndə belə bir testlər vardı, orada izahını vermişdim. Danı mən, məsələn, Nərman da, Əli də, Vəli də bu məsələdən xəbərdardır. Özümdən artırıb sadalaya bilirəmsə, cümlənin məzmununda heç bir dəyişiklik baş vermirsə, bu bağlayıcıdır. Deməli, sonra baxırıq Y variantına. Səndə bu ellərin qürbəti vardı. Səndə burada bağlayıcı, yerli hal şəkilçisidir. Gündə bir yeni söz eşidirəm. Nə zaman? Zaman zərfidir. Leksi şəkilçisi olaraq. Sonra onu nəzarətdə saxlayın. Nədə saxlayın? Yerli hal şəkilçisidir. Görürsən də nələr oldu? Görürsən dana nələr oldu? Görürsən dənə nələr oldu? Dana ilə, dənə ilə, dabə ilə əvəzləşdirəndə olur ədat. Nümunələrin birində ki ədat kimi işləmişdir. Ki həm bağlayıcıdır, həm də ədatdır. Rayondan xəbər gəldi ki, sel əkin biçini ziyan vurub. Ümumiyyətlə, ismi xəbər, fiili xəbərdən sonra gəlmiş ki bağlayıcı olur. Burada bağlayıcıdır. Deyirlər ki, yaxın günlərdə yeni körpünün açılış mərasimi olacaq. Nə edirlər? Deyirlər ki, yenə fiili xəbərdən sonra, ümumiyyətlə xəbərdən sonra gəlir, bu bağlayıcıdır. Bizimki heç vaxt gətirmir bacı. Bizimki, bu burada bitişik yazılmalıdır. Çünki bizimki nə heç vaxt gətirmir. İsmin yəlik hal şəkilçisindən sonra qoşulmuş ki, isim yaradır. Bizimki heç vaxt gətirmir bacı. Dünənki qonaqlıqdan sonra işçilər həyətdə səlqə-səhman saldı. Hansı qonaqlıqdan sonra? Burada da bitişik yazılmalıdır. Ki, sifət yaradan şəkilçidir, leksi şəkilçi. Mən ki, candan keçərəm sevgili canan üçün, o mənim dostumu düşmən törədir canım üçün. Deməli, burada qüvvətləndirici ədatdır. Mən ki, oldu nə? Ədat, Y variantı. Cümlələr hansı nümunədə ki, ədat kimi işlənib durğu işarəsi buraxılmışdır? Baxırıq. Elə yaşa ki, sonra utanmayasan. Feili xəbərdən sonra gəlmişdi, bağlayıcıdır. Atalar deyib ki, nə edib ki, yenə bağlayıcıdır. Mən bilirəm ki, yenə bağlayıcıdır. Onun ki, bu məsələdən xəbəri yoxdur. Elə bu olacaq qüvvətləndirici ədatdır. Danış ki, ürəyin boşalsın, bu da bağlayıcıdır. Sonra 11. Cümlələrin birində təkcə sözü ədat kimi işlənmişdir. Təkcə ədat kimi işlənmişdir. Güllərin arasında təkcə qızıl gül yox idi.
Güllərin arasında yalnız qızıl gül yox idi, elə ədatdır. Mən sahədə təkcə işləyirdim. Necə işləyirdim? Zərf. Xalam evdə təkcə oturmuşdu, zərf. Belə böyük evdə təkcə yaşamaq onu sıxırdı, zərf, nə tərzdə. Zəminin ortasında təkcə dayanan Səday fikrə getmişdi, nə tərzdə, zərf. Cümlələrin birində təkcə sözü ədat kimi işləmişdi. Zümrüd xanım bütün bu işlərə təkcə qərar vermişdi. Təkcə qərar vermişdi, bu zərfdir burada. Çinarın kölgəsində təkcə oturub, pürrəngi çay içirdi, təkcə nə tərzdə. Baba bostanı təkcə şumlayıb qurtardı, baba nə tərzdə, zərfdir. Təkcə sən yoxsan, əzizim, gözləyirik. Yalnız sən yoxsan, əzizim, gözləyirik. Özünün sinonim yoldaşı ilə əvəzlənir. Bu da həmçinin zərfdir, Y variantında. Sual ədatı işlənmiş cümlələri müəyyənləşdir. Görəsən onu tapdılar. Görəsən onu tapdılar. Bu adi nəqli cümlədir. Nəqli nə idi? Sual intonasiyasına bağışlayın. Sual intonasiyasından qurulmuş cümlədir. Sadəcə burada bir dənə modal söz var. Nə üçün Məhəmməd işdən çıxdı? Bu da nə üçün sual əvəzliyinin köməyi ilə yaranmış sual cümləsidir. Məgər bütün bunlar aydın deyil, məgər? Bəs müəllim olmaq istəmirdin, bəs? Sən necə əsərlər xoşlayırsan? Sən necə əsərlər xoşlayırsan? Sual əvəzliyinin köməyi ilə yaranmış sual cümləsi. Maraqlıdır, o bizimlə razılaşacaqmı? Sual ədatı. Oldu nə? 3, 4, 5. Yox, daha doğrusu 3, 4, 6 A variantı. 14. Nümunədə ədatın hansı məna növləri işlənmişdir? Mənim nə dərdim var, təki sən yaşa, of qacar, vicdanın döndü mü daşa. Deməli, təki. Təki var, təki sən yaşa. Təki sən yaşa. Arzu ədatı. Baxaq görə, of qacar, vicdanın döndü mü daşa, sual ədatı. Oldu C variantı. Nə sözü hansı cümlədə ədat kimi işlənmişdir? Bu arada nənin də amonimliyi var. Həm sual əvəzliyi olur, həm bağlayıcı olur, həm də ədat olur. Həm inkarlıq bağlayıcısı olur, həm də ədat olur, qüvvətləndirici ədat. O nə dinir, nə danışır, bağlayıcıdır. Baxmaqdan nə ürək, nə də göz doyardı, bağlayıcıdır. Səltənət nə dinir, nə danışır, bağlayıcıdır. Bahar gəldi, nə gəldi, elə 15-də olacaq nədir. Nə düşər yurdu, getmiş bir igidin payına. Bu da sual əvəzliyidir. Cümlələrin birində ki, ədatı işləmişdir. Dedi ki, hadisə onu sarsıdıb, bağlayıcıdır. Sən ki, elə budur. Sən ki, həmişə onu tərifləyirsən, bu da doğrudur. Burada bağlayıcıdır, burada bağlayıcıdır. Burada isə yoxdur, E variantında. Bəzən bu çaşarsınız ki, kini burada təcə götürərsiniz. Bu cəbdən çəpəki, feildən zərf düzəldən şəkilçidir, neksik şəkilçi. Sonra cümlələrin birində iki ədat işlənmişdir. Deyir, bu xalını təkcə sən toxumsan, təkcə bir dənə burada ədat var. Qutardı getdi. Gör nə gözəl havadır. Gör nə gözəl havadır. Elə gör ədatdır, da əmr ədatı, bir də qüvvətləndirici ədat oldu. Nə? B. Ki, hansı cümlədə ədat kimi işlənmişdir? Sən ki, sənə ki dəfələrlə demişəm. Sənə ki dəfələrlə demişəm, qüvvətləndirici ədatdır. Ki, burada nə oldu? Sifətdir, bağlayıcıdır, zərf düzəldən leksik şəkilçidir, aki, əki. Bir də ki də leksik şəkilçidir. Sonra sifət düzəldən. Hansı cümlələrdə ədat işlənmişdir? Hansı cümlələrdə ədat işlənmişdir? Şair, gəl, aldama, dünya varını əmr ədatıdır. Götürürük. Yoxdur bu torpaqda sizin tək şair. Burada var köməkçilik hissəsi. Qoşmadır, bənzətmə qoşması. Sonra kaş ki, arzu ədatı. Bəh-bəh, kitab bağlandı. Bu nidadır. Bəh-bəh. Mən ki bütün qaydalara əməl edirəm.
Qüvvətlendirici ədat. Oldu nə? 1, 3, 5. Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Qoy bol olsun elin varı, bu əmr ədatıdır. Uşaqlara yaxşı bax. Korluq çəkməsindən nə et bax. Burada isə feildir. Çünki feillə bax sözü həm də ədadda, əmr ədatıdır. Amonim təşkil edir. Oldu nə? 20-də B. 21-ə baxırıq. Aşağıdakı cümlələrdən hansında ki ədat kimi işlənmişdir? Ki ədat kimi. Vergül işarəsi buraxılmışdır. Elə olsa tapşırdım ki, nə etdim? Bağlayıcıdır. Sən oxuyursan ki, bağlayıcıdır. Kitab mənimkidir. Bu sifət düzəldən, sifət neymiş? İsim düzəldən şəkilçidir. O bildirdi ki, burada da yenə bağlayıcıdır. O ki, belə demirdi, qüvvətləndirici ədat. Cümlələrin birində də ədat kimi işlənib. Şəhərdə bir nigarançılıq duyulur. Yerlik hal şəkilçi. Gedək də, nə durmusan? Gedək də, nə durmusan? Bağlayıcı, ədat. Elə sözü hansı cümlədə ədatdır? Elə də amonim daşıyır. Həm əvəzliyi olur, həm də ədat. Onu elə bil, yuxudan oyatdılar. Elə bil modal sözdür. Müəllim elə uşaqları həmişə fərqləndirirdi. Necə uşaqları? Sifəti əvəz eləmiş. Əvəzlikdir, işarə əvəzliyi. Sonra, elə içəri girmişdi ki, bayırdan güclü şaqqıltı səsi eşidildi. Elə doğru cavab olacaq bu. Burada ismi əvəz eləyib. Sonra, elə olmaz. Burada da əsas nitq hissəsidir. Sual ədatı hansı nümunədədir? A variantına baxırıq. Deyir, sən mənim qədrimi biləsən deyə. Bu cavan yaşımda ölümmü indi? Ölümmü? Sual ədatı. Elə budur. A variantı. 25. Nümunələrin birində nə ədat kimi işlənmişdir? Eldar nə dinir, nə danışır, bu bağlayıcıdır. Lamiyə bu barədə nə bilirsin, bu sual əvəzlidir. Nə gözəldir, dağ döşündə bulaqlar, qüvvətləndirici ədat. Hansı cümlədə ədat işlənmişdir? Elə biz də bu məsələdən narahatıq. Elə biz də. Bir, elə ədatı var. Sonra, yoxdur bu torpaqda, şair sizin tək. Burada var, amma bağlayıcı, qoşmadır, bənzətmə qoşması. Axı mən insanam, arzularım var. Axı ədatdır. Ah, nələr duyuram onun səsində. Bu nidadır. Bir də evə yetişmərəm, lab arxain ol. Burada lab oldu ədat. Oldu nə qüvvətləndirici ədat. 1, 3, 5 A variantı. Ədat işlənmiş cümlələri müəyyən et. Tək o mənim dərdimə çarə tapa bilər. Yalnız o mənim dərdimə çarə tapa bilər. Bir bu. Şərqiyə şəhərə tək getmişdi. Necə getmişdi? Burada zərf. Tək oğlu orduya çağırmırdılar. Necə oğlu? Bu əsas nitq hissəsidir. Tək övladımız sağ-salamat qayıtsın. Tək övladımız sağ-salamat arzu ədatı. O da sənin tək inadkardır, bağlayıcı, o nədir, qoşma. Oldu nə? 1 və 4. Sadalanan xüsusiyyətlər hansı köməkçi nitq hissəsinə aid edilə bilər? Cümlədə fikrin təsirli ifadə olunmasına kömək edir, ədatdır. Sual, arzu, xahiş və s. mənaları gücləndirir, ədatdır. Cümlədən çıxardıqda məna dəyişkənliyi baş vermir, sadəcə cümlənin qüvvəti azalır. Oldu nə? Təsir qüvvəsi azalır. A variantı. Hansı cümlədə fikrin təsir gücünü artıran söz var? Həqiqətən ordumuz qələbə əzmi güclüdür. Həqiqətən ordumuzun qələbə əzmi güclüdür. Bu modal sözdür. Nə danışır, nə denir, bağlayıcıdır. Meşədə nə yığırdın? Sual əvəzliyidir. Nə gözəl yaraşır muğana ceyran. Elə nə oldu? 29-da D. Çay boyunca var gəl etdik. Çay boyunca. Aha, hansı cümlədə vergül ədatla bağlıdır? Doğrudan da bir-birini çoxdan tanıyırlar. Bu modal sözdür.
Əl verdilər, hətta qucaqlaşdılar. Hətta qucaqlaşdılar. Bu bağlayıcının vergülüdür. Verdilər, hətta qucaqlaşdılar. Sonra xeyr, ayağım Təbrizə dəyməyib, inkarlıq bağlayıcısıdır. Oldu nə? C variantı. 31. Hansı cümlədə səhv ədatın yazılışı ilə bağlı? Doğrudan da xalq hakimiyyətin mənbəyidir. Burada heç bir problem yoxdur. Sadəcə modal sözdür. Yalnız bəziləri belə düşünür və danışır. Yalnız yox, birinci l, sonra n gəlməlidir. Səhv B variantıdır. Hansı cümlədə səhv ədatın yazılışı ilə bağlıdır? Sən dəmi kitabxanada idin. Burada ayrı yazılmalıydı. A variantı. 33. Ədadlardan birinin qrammatik mənası fərqlidir. Didanış, eşidək. Didanış, eşidək. Bu əmr ədatıdır. Dil dünyanın ən yaxşı və ən pis ünsiyyət vasitəsidir. Qüvvətləndirici ədatdır. Gəlin ana dilimizi qoruyaq əmr ədatıdır. Bax bu gözəlliyə varam. Əmr ədatıdır. Qoy mən yenə söhbət açan öz diyarımdan. Oldu nə? Hamısı əmr ədatıdır. Bu isə qüvvətləndirici ədatdır. 34-ə baxaq. Ədat işlənmiş cümlələri müəyyən et. Kəmərdən qiymətli sizdə nə var ki, sual ədatır. Zəng təzə vurulmuşdu ki, müəllim sinifə daxil oldu. Burada yoxdur. Əsas köməkçi diksiyələrindən bağlayıcı var. Tək balamsan, sənsiz burada qalmaram. Burada da yoxdur. Bircə gəlsin, görüm nə istəyir bircə. Daş mı zənn edirsən, sən bu qəlbimi, daş mı? Sual ədatı. Ocaq söndü, ancaq tüstü kəsilmir, bağlayıcı. Oldu nə? 1, 4, 5. 1, 4, 5 haradadır o Y variantı? Hansı cümlədə ədat işlənmişdir? Bu işi ancaq sən görə bilərsən, ancaq, yalnız, məhdudlaşdırıcı ədat, dəqiqləşdirici ədat. Sonra gəldik. Həll edə bilərdim, ancaq vaxtım çatmadı, bağlayıcı. Sonra kənarda tək dayanıb, gəlib gedənləri baxırdı, necə dayanıb. Burada yoxdur. Təkcə sənə gümanın gəlir, ay oğul, təkcə. Bir sənin yolunu seçdim bu dünyada, bir bu. Dağı aşan kimi gözəl mənzərəyə rast gəlsən. Oldu nə? 1, 4, 5. 35-də D. 36-ya baxırıq. Ədat işlənmiş cümləni müəyyən et. Lazımsız kağızları da yığışdırıb, bağlayıcıdır. Vaxt artıq gəlib çatdı, ədatdır. Biz səni də nəzərdə tutmuşuq, bağlayıcıdır. Su axar, səmtini tapar. Ancaq bunu nə demək olduğunu hər adam başa düşməz. Su axar, səmtini tapar, ancaq bağlayıcıdır. Lap vaxtında gəlmişsiniz, lap da ədatdır. Oldu nə? 2 və 5 C var. Hansı cümlədə işarələnmiş sözlər yalnız ədat kimi işlənir, yəni amonimliyi yoxdur? Gəlsənə bugün kitabxanaya getmək, bu əmr ədatıdır, ancaq əmr ədatı kimi işlənə bilər. Qoysana, bu da əmr ədatıdır, yalnız əmr ədatı kimi işlənə bilər. Oldu nə? 1 və 2. Gəlsənə, bu həm feil, həm ədat kimi, həmçinin bu da 1, 2. Oldu nə? D variantı. Hansı cümlədə ki ədatı işlənmişdir? Ki ədat işlənmişdir. Harama, halala baxan kimdir ki? Sual ədatı. De ki, gözləsin, indi gəlirəm. Bağlayıcı. Mən ki heç nə demirəm, bağlayıcı, ədat. Siz ondan niyə qorxursunuz ki? Sual ədatı. Mehmanın arzusu budur ki, yenə də oxumağa qayıtsın, bağlayıcı. 1, 3, 4. Hanı? 1, 3, 4. E variantı. Arzu ədatı işlənmiş cümlələri müəyyənləşdir. Arzu ədatı işlənmiş cümlələr. Baxırıq. Deyir, sənin təki dostu olan xoşbəxtdir. Sənin kimi bu qoşmadır. Barı çəkdim, yol saldım. Nə çəkdim, nə saldım. Sonra barı gəlib çıxa bilsə. Arz ədatı. Bax, buradakı isimlə amonim daşıyıraq barı sözü. Barı var, bir var.
Sədd qonşu ilə sənin aranda çəkilən barı. Bir də var və yaxud bir də var barı arzu ədatı. Məgər mən bunu bilmirəm, sual ədatıdır. O heç də narahat deyildi. Tək ki, oğlunun işləri yaxşı olsun. O heç də narahat deyil. Tək ki, arzu ədatı. Oldu nə? 3 və 5 C variantı. Hansı cümlələrdə ədatın müxtəlif məna növlərinə aid nümunə işlənmişdir? Ədatın. Hətta avtomobil təmiri idarəsində yenicə işə başlamışdı. Var burada bir dənə ədat. Başqa ədatın növlərini görmürəm. Məhz bu gün rayona getməliyəm. Məhz. Bir daha əmr ədatı. Elə indi bütün fikirlərimi məhz ona deyəcəyəm. Elə indi, məhz. Bunlar ikisi də eyni məna növünə aiddir. Kaş bu işdə ancaq məni günahkar bilməyə. Ancaq bir də arzu ədatı. Oldu nə? 2, 4. Bax, tapşırdıqlarımı da gətir, ha, əmir. Yəni, bu işi səndən yaxşı görən varmı? Sual ədatı, sual ədatı. 2, 4. Ədatlarla bağlı doğru fikri müəyyən et. Başqa nitq hissəsi ilə ədatlar arasında sinonimlik yarana bilər. Sinonimlik yarana bu səhv fikirdir. Amonimli ola bilər, amma sinonimli ola bilməz. Sinonimliyi ancaq öz aralarında, öz məna növləri arasında və yaxud məna növləri deyəndə, yəni özünün məna növləri arasında olan amonim kimi işlənə bilər. Bəziləri amonim xüsusiyyətə malikdir, bu doğrudur. Bir qismi söz cümlə kimi çıxış edə bilir, bu da doğrudur. Bəli, xeyr, məsələn, bəli, xeyr, hə, yox, bunlar söz cümlə kimidir. Məsələn, deyirsən ki, bugün dərsdə iştirak edəcəksən, bəli, xeyr, yox. Ədatlar öz aralarında sinonimlik yarada bilmir, əksinə yaradır. Mi ədatı həm bitişik, həm də ayrı yazıla bilər. Bu nümunələrlə göstərdik. 2, 3 və 5. Ədatlarla amonimli olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Ədatlarla amonim olan bağlayıcıların işləndiyi. Aha, deyir, ədatı olsun. Ədatla amonimli olan bağlayıcıların işləndiyi cümlə. Bağlayıcı işlənsin hal-hazırda cümlədə. O, bu işdə ancaq özünü günahkar bilirdi. Bu ədatdır. Bizə deyir ki, bağlayıcı kimi işlənsin hal-hazırda. Səlbi beləcə qovrulur, ancaq gələnlərə heç nə demirdi. Bağlayıcıdır, ədatla amonimliyi var. Onlar cavanları, yəni Şirzadı, Qaraşı, Mayanı daha çox alqışladılar. Mirzə İbrahimov, deməli, burada da var. Yəni, həm sual ədatıdır, həm də bağlayıcıdır. Burada hal-hazırda bağlayıcıdır. Belə ki, imtahanlar artıq yekunlaşmışdır. Bu ədatdır burada. Artıq sözü. Bu elə bir işdir ki, sən onun öhdəsindən layiqincə gəlməlisən ki, burada bağlayıcıdır. Yeri gələndə sual ədatı olur, yeri gələndə qüvvətləndirici oldu. 2, 3 və 5. Cümlələrdə ədatların qrammatik məna növünə görə ardıcıllığını düz. Bu barədə sizə əvvəldən məlumat verilmişdi ki, sual əvəzliyi neymiş? Sual ədatı. Sonra, məhz bu məsələdən sənin dediklərin ağla batandır. Məhz bu məsələdə sənin dediklərin ağla batandır. Bu da məhz sənin dəqiqləşdirici ədat. Söylədikləriniz heç də əsaslı dəlillər deyil. Söylədikləriniz heç də inkarlıq ədatı heç. Sabahki oyunda sən də bizimlə oynasana. Bu olacaq. Oynasana əmr. Baxım görüm. Əmr ədatı. Oynasana. Onu kim çağıracaq? Barı biləydim arzu ədatı. 3, 5, 1, 4, 2. Modal sözlər və nidalar. Deməli, elə qeydləri də bunun üzərində qarşımıza çıxdıqca izahını burada verirəm. Birinci, əminlik məzmunu ifadə edən modal sözün işləndiyi cümləni müəyyən et. Deyilənə görə hamı layihəni bəyənib, burada əminlik bildirən modal söz yoxdur. Xalqın səsinə qulaq asmaq əlbəttə lazımdır, əlbəttə oldu nə B variantı. Hansı cümlədə nida işlənmişdir? Sənin hər qəhqəhən ay kənarından
Keçən buluddumu, uçan quşdumu? Burada yoxdur. Çığırma, yat, ay ac toyuq, yuxunda çoxlu darı gör. Çağırış nidasıdır. İşlənib burada. Oldu nə? B variantı. Baxırıq 3-ə. Hansı nümunədə heyrət bildirən nida var? Heyrət bildirən nidalar. Vay vay, nə yaman müşkülə düşdü işimiz. Bu vay vay təəccüb bildirən. Ah, nə üçün dostluğa, sədaqətə xain çıxanlara cəza tədbiri yoxdur, təəssüf. Demək, heyrət bildirən nədir? Pəhpəh, təəccüblə bağlı heyrətlənirsə, Y variantıdır da. Cümlələrdən yalnız birində nida işlənmişdir. Nida işlənmişdir. Hey, cavan, yazıqsan, heyfsən. Çağırış nidası. 5. Yalnız birində şadlıq nidası işlənib. Ay Orxan, çağırış nidasıdır. Sonra, of, nə qədər ağıllı, günahsız adamların qətlinə fərman verdim, təəssüf. Sonra, məndən şadlıq istəyirsə, şadlıq harda olacaqdır? Yəni, o niyə belə ağrıdır? Burada da yox. Aha, deyəsən, düzülürlər. Əhsən, əhsən. Elə doğru variant budur. Əhsən, əhsən, şadlıq nidasıdır. Sonra, gəldik. Hansı cümlədə modal söz işlənmişdir? Bugünkü qəzetlərə aid xülasə tam hazırdır. Nə hazırdır xülasə? Burada isimdir, o modal söz deyil. Söz vermək asandır, yerinə yetirmək isə çətindir, bağlayıcıdır. Bütün olanları bari müəllimə deyəydin, bağlayıcı ədatdır, arzu ədatdır. Bugün o məncə oldu nə? D variantı. Hansı cümlədə çağırış nidası işlənmişdir? Çağırış nidası işlənmişdir. Nə yaxşı deyil, Y variantı. Ay qız, rəfiqələrin səni gözləyir, çağırır qızım. Modal söz işlənmiş cümləni müəyyən. Sözün doğrusu həmişə acı olar. Nə? Sözün doğrusu. Doğrudur ki, o səni tanımayıb. Doğrudur ki, o səni tanımayıb. Burada yoxdur. Doğrusu onu öz ixtiyarına buraxmaq da olmaz. C variantı. Sonra, hansı cümlədə modal söz işlənmişdir? Mən bu sözlərin səmimiliyə inanmıram. Yoxdur burada. Bizdən demək, sizdən eşitmək burada da yoxdur. Görəsən, dünyada anadan əziz bir insan varmı? C variantı. Nümunələrin birində əminlik, ümumiyyətlə, bir şeylə qeyd edelim. Modal sözdə həm cümlənin əvvəlində gələn də özündən sonra vergül işarəsindən istifadə olunacaq, durğu işarəsindən. Cümlənin ortasında gələndə hər iki tərəfdən, cümlənin sonunda olanda isə özündən əvvəl durğu işarəsi, vergüllər istifadə olunacaq. Nümunələrin birində əminlik bildirən modal söz işlənmişdir. Əminlik bildirən modal söz. Beləliklə, futbol oyunu heç-heçə nəticələndi. Var burada köməkçilik hissəsi, amma əminlik bildirmir. İndi Ağrı dağı sanki bir sədd kimi onun yolunu kəsmişdi. Var burada modal söz, amma əminlik bildirmir. Sonra, sənin bu sözlərin göstərir ki, doğrudan da haqq yoluna gəlməkdəsən. Oldu nə? C variantı. Deyəsən, yavaş yağacaq, güman şübhədir. Hansı cümlədə əminlik bildirən modal söz var? Əvvəlki kimi əminlik bildirən modal söz. Deməli, qatarla getməyi taxıra salmışsınız. Var burada, amma əminlik bildirmir cəmaatı. Deyəsən, başqa şey maraqlandırır. Var burada da, amma əminlik bildirmir. Məncə də var burada. Doğrusu məndən ötürü gözlənilməzdir. Gözlənilməzdir, elə deyil doğrusu. B variantı. Burada da var, zənnimcə, ancaq deyil, D variantıdır. Aycan, Oxay, ura. Lələtəpədə bayrağımız dalğalanır. Aycan, Lələtəpədə bayrağımız dalğalanır. Oxay, Lələtəpədə bayrağımız dalğalanır. Ura, Lələtəpədə bayrağımız dalğalanır cümləsində soldakı sözləri artırsaq nə baş verə bilər? Nə baş verəcək? O iş baş verəcək ki, hiss, həyəcan ifadə olunacaq. Nida kimi, nidada elə hiss, həyəcan deməkdir. Dalğalanır, işarəmizdə qoyuruq, nida cümləsi olur. Sonra, modal söz işlənmədiyi cümləni müəyyənləşdirir. Modal sözün işlənmədiyi. Sözün də su kimi lətafəti var, hər sözü az demək, şəksiz xoş
olar var burada. Deyəsən qoca bu fikrini Tahirə də demək istəyirdi. Deyəsən var. Xəlilov əlbəttə yalnız bunun üçün çalışırdı var burada. Ancaq gözəlliyə heyran olanda özümü oğlumla həmyaşıd bilirəm. Burada yoxdur. Var kümətin hissəsi, amma modal söz yoxdur. Elə onun üstə nə olacaq deyə variantı burada yəqin ki var. Sonra gəldik. Hansı cümlədə modal söz işlənmişdir? Kaş gedib bu sözləri ona da deyəsən. Var ədatdır. Həm də bağlayıcıdır. Deyəsən, biri burada var. Deyəsən bu işlər onun xəbəri yoxdur. Sonra uzaqlarda əzəmətli Qoşqar dağı görünür. Burada da yoxdur. Məncə fikrim sənə çatmadı. Bu var. Sanki bir də oldu nə? 2, 4, 5. C variantı. Deyirsiniz ki, müəllimə bağlayıcıdır, niyə özündən sonra vergül qoyulmayıb? Yadınızda saxlayın. Sanki, güya, elə bildən sonra vergül qoyulmur. Bu 3 modal sözündən sonra. Cümlələrin birində modal söz işlənmişdir, durğu işarəsi qoyulmamışdır. Modal söz işlənib, amma durğu işarəsi qoyulmamışdır. Deyəsən, Şəmsi artıq belə şeylərə alışıb. Belə oldu A variantı. Nümunələrin birində çağırış nidasından sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yadınızda saxlayın. Yalnız bir dənə ey çağırış nidasıdır ki, özündən sonra da vergül qoyula bilər. Belə də ola bilər. Ey lalə. Bundan sonra da vergül qoyula bilər. İndi bizə lazımdır ki, sonra vergül də qoyula bilər. Abala, bəri gəl, burada həmişə xitabdan sonra vergül qoyur. Ey əziz dostum, hardan gəlirsən? Bir də deyirəm, ey əziz dostum, hardan gəlirsən? Oldu nə? B variantı. Nəticə bildirən modal söz işlənmiş cümlələri müəyyənləşdir, nəticə bildirən. Deməli, bir budur. Sonra, yəqin orada yeni evlər tikiləcək. Bu digər məna növüdür, güman şübhə. Sonra xülasə gəlib çıxdıq mətləb üstünə. Bir bu. Sonra bir də əlbəttə digər məna növüdür. Beləliklə həyat ziddiyyətlərlə doludur. Oldu nə? 1, 3, 5. 18. Verilmiş cümlələrdə modal sözlərin hansı məna növünə aid nümunə yoxdur? Ümumiyyətlə Salma Şirzadı özünə ciddi rəqib hesab etmirdi. Ümumiyyətlə, bu nəticə olacaq. Bu artıq yanıq oğlandan sanki hamı utanıb çəkinirdi. Deməli, sanki olacaq nə? Bənzətmə. Heyif ki, bu işlərin sonu yaxşı olmayacaq. Təəssüf. Deyəsən, bugünkü xülasə yaxşı hazırlanmamışdı. Deyəsən, nə oldu burada deyən? Nəticə getdi, sonra bənzətmə də getdi, təəssüf də getdi, güman şübhə. Bu da oldu güman şübhə. Nəyimiz olmadı? Əminlik A variantı. Hansı cümlədə həm əminlik, həm də güman şübhə bildirən modal söz var? Durğu işarəsi buraxılmışdı. Yəqin mənim sözlərimi ümumiyyətlə qulaq ardına vurursan. Deməli, həm əminlik olsun, bu güman şübhədir, bu isə nə olacaq? Ümumiyyətlə nəticə. Sonra, bəlkə pulun oğurlanmasından doğrudan da əmingilin xəbəri yoxdur. Güman şübhə, doğrudan da güman şübhə, bir də doğrudan da olacaq nə ilə? Əminlik, bir bu. Doğrudur, rəqibinin kürəyini müəyyən qədər yerdə saxladı və nəhayət qələbə qazandı. Nəhayət qələbə qazandı. Burada güman şübhə, doğrudur, yoxdur. Doğrusu, Güllüdən xoşum gəlmədi, görünür, o da bunu anlamışdı. Güman şübhə. Baxın, doğrusu oldu əminlik. Nə oldu? 2 və 4. Sonra 20. Nidalarla bağlı səhv fikri müəyyənləşdir. Bütün çağırış nidaları həm də tək işlənə bilər səhvdir.
tək işlənə bilir. Tək işlənən bir dənə E idi. Sonra nidalar hiss və həyəcan bildirməklə yanaşı, həm də sözlər arasında əlaqə yaradan nitq hissəsidir. Nida hiss və həyəcan bildirməklə yanaşı, həm də sözlər arasında əlaqə yaradan nitq hissəsidir. Səhv fikirdir. Hiss və həyəcan. Bir qismi söz cümlə kimi çıxış edə bilər. Bir qismi söz cümlə kimi çıxış edə bilər. Bu doğrudur. Bəzi nidalar amonimlik yarada bilir. Bu da doğrudur. Ay, səmadakı ay, bir də çağırış nidası. Yəni bir neçə elə nümunə göstərmək olar. Nidalar cümlə üzvlərindən yalnız vergüllə ayrılır. Bəs nida nə işinə baxır? 21. Verilmiş cümlələrdə nidaların hansı hiss ifadə etdiyini nəzərə alaraq uyğunluğu müəyyən edir. Nadanlıq qorxu ifadə edir. Şadlıq sevinç ifadə edir. Çağırış bildirir. Düşməndən aman gözləmə avala. Çağırış nidasıdır. Bura 3 atırıq. Gəlin 1 eləyək də. 3-ə anı atırıq. Sonra vay vay nə yaman müşkülə düşdü işim. Allah. Deməli vay vay nə olacaq? Qorxu ifadə edən. Birə də B-ni verdik. Sonra urra biz yenə qalib gəldik. Sevinç. Sonra düşdü bütün qəzetlər qiymətdən. Aycan aycan. Bu da sevinç olur da. Şadlıq, sevinmə. Belə ah çəkməyinin səbəbi nədir? Ha qardaş. Ay qardaş, bu da çağırış. Oldu nə? 1-ə B-yi, 2-ə C-di, 3-ə A. Cümlələrdə modal sözlərin danışanın ifadə etdiyi fikrə münasibətinə görə ardıcıllığı düzün. Ardıcıllıq düzək də. Elə bil Vaqifin gəlişi məclisdəkilərin dil ağzını bağladı. Elə bil. Elə bil nə bildirir? Bənzətmə. 4. Getdi. Sonra gəldik, baxırıq. Bəlkə də bu sözdən hamı öz payını götürəcək. Bəlkə də nə olur? Güman şübhə. Bu da 7. Sonra ümumiyyətlə qorxu içində yaşamaqdan bezmişdi. Ümumiyyətlə nədir? İşin nəticəsini bildirir. Doğrusu bu iş heç də sənə görə deyil. Bu da əminlik. Nə oldu? 4, 2, 3, 1. Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözləri nəzərə alaraq ardıcıllığı düzün. Düzək də. Deyir, xırmandakı buğdaya bəlkə də torpaq qarışıb. Güman şübhə bildirən modal sözdür. Güman şübhə bildirən, bəlkə 3. Sonra ikinci. Doğrudan da aradan biraz keçmiş Çərkəzlə Şamxal onların arabasına yaxınlaşdı. Doğrudan da nə olacaq? Əminlik. Sonra baxırıq. Ümumiyyətlə nə olacaq nəticə? O gün sanki bu da olacaq bənzətmə. 3, 1, 4, 2. Modal sözlərin məna növlərinə ardıcılı müəyyənə. Heyf ki, mən biraz gec gəlmişəm. Heyf ki, nə bildirməlidir ki, təəssüf. Sonra olmaya mənim dediklərimi qulaq ardına vurursa, olmaya, bu da güman şübhə. Sonra digər tərəfdən doğrudan da təklik pis şeydir. Doğrudan da əminlik. Elə bil sanki bir vedrə qaynar su tökdülər. Elə bil də nə olacaq? Baxaq görək, elə bil bənzətmə. Ümumiyyətlə də nəticə. Oldu nə? 3, 1, 2, 4, 5. Baxın görün, var bu tərəfdə. Yox, bitdi. İzah etdik. Ola bilər ki, izah əsnasında nəsə səhv ola bilər. Mexaniki səhv falan. Yazarsınız, mən də düzəliş edəyərəm belə. Allahın amanında olun. Allah sizi qorusun. Digər izahlarda görüşənədək.